Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabların üzerine olsun. Allah Teala bizleri her zaman elm öğrenmeyle müvaffak eylesin. Allah Teala bizleri hayır işlere müvaffak eylesin. Rabbimiz dualarımızı qəbul eyləsin. Uca Allah Teala dünyasının köçən valideynlərimizin məkanını cənnət eyləsin. Allah Teala övladlarımızı qorusun. Subaylarımıza ailə qurmağı nəsib eyləsin. Biz ruqya barədə danışmışdıq. Sualları saxlayın inşallah. Cənnətdə 33 yaşında olacaqsan. Cənnətə gir, qalanını yaxşı fikirləşmə inşallah. Deməli biz ruqya barəsində danışmışdıq. Nə deməkdir ruqya? Yəni cindən, şeytandan və ya xəstəlikdən qorunmaq üçün Quran-ı Kərimdə gələn oxunan ayələr, bir də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərində gələn ayələr. O məsələyi toxunmuşduq. Gözəl bir mövzu idi. Yəni ruqya hansıdır, doğru sayılan ruqya hansıdır? Gələcək çox gözəl mövzular var ki, insan bir ruqyaçının yanına getmədən də özü ruqya edə bilər. Gözləymədən necə qorunacağı, falçının yanına getmədən özü necə cadunu təmizləyə bilər. Cadu tapıldı, tapılmadı. Yəni silsilə halında davam edirik. İnşallah Allah qismət edər, Ramazana qədər qutararıq ki, Ramazana tam belə, necə deyirləri, belə bayavoy girək də, güclü girək inşallah cinlərə, şeytanlara qarşı. Bugünkü mövzumuz nədir? Ruqyada ictihadın hökmü. Yəni, bir var ruqya, Quran-ı Kərimdə gələn ayələr oxunur. İxlas, Fələq, Nas, Ayət, Kürsi, Fatihə, bugün başqa ayələr də gələcək. O ayələri qeyd eləyin. Və yaxud da ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərində gələn misal üçün dualar var. Bir də var ki, yəni Quran hədisdə deyil, hansısa bir gözəl bir söz, gözəl bir dua cinə, şeytana qarşı oxuya bilərsəm, yəni ruqyada ictihad bu deməkdir. Yəni alimlərin bir qismi ruqya mövzusunda şəri qaydalar daxil olmaq şərti ilə ictihada icazə veriblər. Yəni ictihad, yəni başqa gözəl sözlərlə ruqya eləmək, başqa gözəl sözlərlə özünü seçirsən cinə, şeytana qarşı. Amma şəriət daxilində, yəni qadağan olunan ruqya olmasın, şirk olmasın, küfr olmasın. Misal üçün, bunun dəlili nədir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, Avf ibn Malik el-Eşca'i radiyallahu anhu dedi, biz cahiliyyətdə ruqya edirdik. Yəni cahiliyyət dövründə ruqya var idi. Ruqya nə deməkdir? Bir xəstəyə oxuyurdular. Yəni hansısa bir gözəl sözlər, misal üçün. Ey Allah Resulü, bunu necə görürsən? Yəni bizim bu ruqyalarımıza nə deyirsən? Dedi, ruqyalarınızı mənə göstərin. Şərt o ki, içində şirk olmasın. Yəni şirk, cin, şeytan çağırmaq, küfür, batil olmayan hamısı gözəl sözlər nədir? Ruqya sayılır. Baxın, deyir ki, Cəbir ibn Abdullah radiyallahu anhudan rivayət olunur. Allah Resulü sallallahu aleyhi və səlləm ruqyanı qadağan etmişdi. Çünki ruqyaların çoxu qarışıq idi. İçində şirk sözləri var, küfür sözləri var. O Məkkə müşriklərindən qalma. Deyir ki, Amr ibn Həzm ailəsi Allah Resulü'nün yanına gəlib dedilər ki, ey Allah Resulü, bizdə əqrəb sancmasına qarşı oxunan bir ruqya var. Və sən ruqyanı qadağan etmirsən. Ərəblərə çox olurdu əqrəb sancması. Əqrəb çox olur ərəb ölkələrində. Peyğəmbərimiz sallallahu buyurdu. O ruqyanı mənə göstərin. Ona göstərdilər, o da buyurdu. Mən onda biz pis şey görmürəm. Kimin bir qardaşına fayda verməyə gücü çatarsa, qoy fayda versin. Yəni, kiməsə ruqya oxumaq bir insana yardım etməkdir. Ən gözəl əməllərdən nədir birisidir. Baxın, indi gələcək, ictihad nə deməkdir? Yəni, ruqyada misal üçün alimlər ediblər bunu, Peyğəmbərimizin sahabələr ediblər bunu. Gələcək hansı məsələlərdir? Deyir ki, Cəbir hədisində göstərilir ki, içində fayda olan hər bir ruqya mübahdır, caizdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, sizdən kim qardaşına fayda verə bilərsə, qoy nədir? Fayda versin. Resulullah sallallahu aleyhi ve sellem ruqyaların bütövlükdə içində şirk olmadığı müddətcə icazə olduğuna dair, yəni icazə vermişdir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Baxın, nədir? Əbu Bəkir ibn Süleyman ibn Əbi Haythəmə Qureyşdən nəql edir ki, Ənsardan bir kişini nəmlə tutmuşdu. Nəmlə nə deməkdir? Böyür yan tərəflərdə insanın yaralar demək. Yəni insanın yan tərəflərində yaraların çıxması. Ona dedilər, Abdullahın qızı Şifa, qızın adı Şifa idi.
Abdullahın qızı Şifa bir xəstəyi üçün ruqyə oxuyur. Baxın. Onun yanına gəlib dedi ki, ruqyə et. Yəni ailəmizdə xəstə var. O isə dedi, Allah and olsun ki, İslamı qəbul etdiyim gündən bəri ruqyə oxumamışam. Çünki ruqyaların çoxunda şirk sözləri olduqları üçün ruqyaları oxumamışam. Sualları saxlayın da, bir də o rəylərinizi saxlayın da. Blok eləyəcəm sizi. Falan niyə pul oxuyur? Gələcəkdə ona hamısı gəlir yavaş-yavaş. Hara tələsirsiniz? Qaça-qaçdı bəyən. Kosmosa gedirsiniz, bir səbirli olun da. Dedi, İslamı qəbul etdikdən sonra ruqya etməmişəm. Meyvəyə dəymə. Ənsarlı kişi Rasulullah s.ə.v yanına gəlib, Abdullahın qızı Şifaya dedi ki, Peyğəmbərimiz s.ə.v buyurur ki, səni çağırır. Peyğəmbərimiz onu çağırdı, Abdullah ibn Şifa, Şifa bint Abdullah, Abdullahın qızı Şifa. Dedi ki, ruqyaları mənə göstər. Cahiliyə dövründə nə oxuyursunuz? Peyğəmbərimizə göstərəndən dedi ki, ruqya et və o ruqyanı Hafsaya da öyrət. Hafsa kim idi? Peyğəmbərimiz, yəni Ömər ibn Xattabın qızı. Dedi, Hafsaya da öyrət ruqyanı. Subhanallah. Yəni, ruqya eləmək, qadınlar da ruqya eləyə bilərlər, öyrənsinlər qadınlar da. Qadınlar da qadınlara bunu etsinlər, fayda versinlər. Yəni, Hafsaya kitabı, yəni yazmağı öyrətdiyin kimi ruqyanı da öyrət. Bu, səhih rivayətlərdə gəlir. Yəni, bu nə deməkdir? Peyğəmbər s.ə.v təqdim olunan ruqyalar şəriətin özünü öyrətdiyi ruqyalar deyil idi. Onların sahibləri bunları İslamdan əvvəlki öz iştihadları ilə etmişlər. Gözəl sözlər vasitəsilə. Peyğəmbər isə bu ruqyalar eşidir və içində şirk olmadığını təsdiq edənə qədər onlara icazə verərdi. Hansında şirk sözü varsa, cin, şeytan, qəbir çağırmaq, onları neynəmişdi? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem qadağan etmişdi. Baxın, burada mühüm bir qeyd. Ruqyada iştihada icazə verilməsi alimlərin nəzərində ruqyanın şirkdən uzaq olması şərti ilə qəbul edilmişdir. Misal, gedirlər kimisə yanına qolbağı verir və yaxud da misal üçün bir muska verir, boncuq dillər, boynundan as. Bu şirkdir. Nəyə görə? İçində yazılanlar küfür, cin çağırma, şeytan. Əvvəlki dərsimizə toxunmuşduq. Kim onu dinləməyibsə əvvəlki dərsimizi, YouTube'da o dərs var. Ruqya barəsində 2 dənə dərs var. İkisini də dinləsin, aydın olacaq. Ola bilsin ki, bu dərsimizdə bəzi sözləri anlaya bilməsin, çünki əvvəlki dərsi dinləməyib. Əvvəlki dərsi YouTube'dan dinləyin, orada var. Şirk olmayan şəriətin məqbul gördüyü şeylərin hamısı nədir? Caizdir. Yəni, ona görə də faydanın əldə olunması əlbəttə ki, mümkündür. Baxın, misal üçün, ruqya barəsində alimlərin iştihadı, yəni çalışması Peyğəmbərimizdən gəlməyib, amma bunu İslam dövrlərində tətbiq ediblər. La ilahe illallah. Baxın. Ruqya üçün Quran ayələrini seçməkdə iştihad etmək. Misal üçün, Quran şəfadır. İxlas, Fələq, Nas, Ayət, Küs, Fatihə. Məsələn, bunlar Peyğəmbərimizdən gəlib hədislərdə. Bunun xaricində istədiyin ayələri oxuya bilərsən xəstə üçün. İstər cin, şeytan gözləyimi olsun və yaxud da ki, insan xəstədir, bir yeri ağrıyır, böyrəyi ağrıyır və s. Əlbəttə ki, misal üçün, iman ayələri, tohid ayələri, xəbərdarlıq ayələri, misal üçün, qiyamət günü zikr olunan cəhənnəm atəş ayələri, həmçin ruqya ayələrini xəstənin halına uyğun seçmək. Məsələn, sehirlənmiş şəxsin müalicə üçün sehr haqqında gözləyimi üçün gözləyimi ayələri var. Məsələn, Qələm surəsi, son ayə. Misal üçün, həsəd üçün həsəd ayələri, Quran-Kərimdə ayələr var, həsəd misal üçün ayələri. Kədərlənən sinəsi sıxılan üçün sükunət ayələri, rahatlıq ayələri var, misal gələcək. Deməli, istədiyin ayələri oxuya bilərsən. Subhanallah. Yəni, burada qapı genişdir. Hədisdə gələn İxlas, Fələq, Nas, Ayətül Kürsi, Fatihə. Bunun xaricində də mövzuya uyğun istədiyin ayələri nədir? Seçə bilərsən. Misal üçün, Əbu Sələmədən rivayət olunur ki, bu ayələr Allahın izni ilə sehirdən şəfadır. Bax, bunu sahabilər tətbiq ediblər. Onlar suya oxunur və sonra sehirlənmiş şəxsin başına tökülür.
Misal üçün, həmən ayələri oxuyursan, hansı ayələri gəlir? Qeyd eləyin. Bu ayələri baxın. İxlas, Fələq, Nas, Ayət-Kürs, Fatihə. Bu 5 dənəsini bildik. Bunun xaricində hansı ayələr oxumaq olar? Məsələn, ağzı yaxınlaşdırırsan, suyun içərisində oxuyursan, o suyun sehirlənmiş şəxsin başından tökürsən, yəni çimir, qüsl alır. Və ora sidir tozu da qatılır, o da gələcək. Misal üçün, sehir ayələri Araf surəsi 117, 118, 119-cu ayələr. Allah təala buyurur: "Və avhayna ilə Musa an alqi asaka فإذا هي تلقف ما يأفكون فوقع الحق وبطل ما كانوا يعملون فغلبوا هنالك وانقلبوا صاغرين وألقي السحرة ساجدين." Subhanallah. Cinlərin, şeytanların xoşu gəlmir bu ayələrdən. Sehirbazların xoşu gəlmir bu ayələrdən. Çünki onların sehri batıl olur. Nədir ayənin mənası? Biz Musaya əsanı tulla deyə vəhy etdik. Bir də baxıb gördülər ki, əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Musa Peyğəmbərin önündə kim var idi? Cadugarlar. İpləri atırdılar. İplər yerdə insanların gözünə ilan kimi görsənirdi. Amma Musa Peyğəmbər asanı atanda o nə oldu? Böyük bir ilan hamısını uddu. Bu ayə sehrə qarşı möhtəşəmdir. Çünki sehirdən söhbət gedir. Və sonra nə deyir? Artıq haqq zahir oldu. Onları uydurduq düzəltdikləri yalanlar isə batil oldu. Sehirbazlar orada məğlub edildilər və xar olaraq geri döndülər. Onlar hamı birlikdə səcdəyə qapanıb dedilər: biz iman gətirdik aləmlərin Rəbbinə, Musanın və Harunun Rəbbinə. Subhanallah. Nədir bu? Araf surəsi 117, 118, 119. Paylaşacağım inşallah sabah. Bunu özünüz də oxuya bilərsiniz. Baxın, bunu sahabilər tətbiq ediblər. Sahabilər İxlas, Fələq, Nas, Ayət-Kürs, Fatihə ilə kifayətlənməyib, əlavə tətbiq ediblər. Subhanallah. Sonra nə gəlir? Yunus surəsi, yenə də sehirdən söhbət gedir. Sehir, cadu, göz dəyməyə qarşı suya oxunur, o su tökülür o həmən insanın başına. Nədir o? وَقَالَ فِرْعَوْنُ اُتُونِي بِكُلِّ سَاحِرٍ عَلِيمٍ فَلَمَّا جَاءَ سَحَرَ قَالَ لَهُمْ مُوسَى أَلْقُوا مَا أَنْتُمْ مُلْقُونَ فَلَمَّا أَلْقَوْا قَالَ مُوسَى مَا جِئْتُمْ بِهِ السِّحْرُ إِنَّ اللّٰهَ سَيُبْتِلُهُ. Və bu ayəni 3 dəfə təkrar edirlər oxuyanlar. İnna Allah sayubtilu, yəni Allah onu batil edər. İnna Allah sayubtilu, inna Allah sayubtilu, inna Allah la yuslihu amelel mufsidin ve yuhiqqullah hakka bi kelimati velev kerihel mucrimun. Yəni bunu gözəl oxumalısan. Oxuya bilmirsən, oxuya bilənə birisini oxutdur. Nədir ayənin mənası? Bax, yenə sehirdən söhbət gedir. Firon nə qədər bilikli sehirbaz varsa gətirin dedi. Sehirbazlar gəldikdə Musa dedi: nə atacaqsınızı atın. Yəni istədiyiniz ipləri, kəndirləri. Onlar əllərindəki yerə atdıqda Musa dedi: sizin etdiyiniz sehirdir bu. Bu möcüzə deyil. Allah sonsuz ki onu batil edəcək. Baxın, subhanallah. Allah fitnə fəsad törədənləri sevməz. Günahkarlar istəməsələr də Allahın əmri haqq ilə gerçəkləşəcək. La ilahe illallah. Baxın, nədir bu? Yunus surəsi 79, 80, 81, 82-ci ayələr. La ilahe illallah. Bu ayələri suya oxumasan belə oxuya bilərsən. Deyək ki, misal üçün seyirdən, gözdən şübhələnirsən. Əlini başına qoy oxuya bilərsən, əlbəttə oxuya bilərsən. Sudan da əlavə oxuya bilərsən. Araf surəsi, Araf surəsi 79, 80, 81, 82. Sonra gəlir Taha surəsi 65, 66, 67, 68, 69. قالوا يا موسى إما أن تلقي وإما أن نكون أول من ألقى قال بل ألقوا فإذا حبالهم وعصيهم يخيل إليه من سحرهم أنها تسعى فأوجس في نفسه خيفة موسى قلنا لا تخف إنك أنت الأعلى وألق ما في يمينك تلقف ما صنعوا إنما صنعوا كيد ساحر ولا يفلح الساحر حيث أتى. Arada sizə rukiyə eləyirəm də. Baxın nə deyir ayədə? Onlar dedilər: ey Musa, özün seç. Ya sən əvvəlcə asanı yerə tulla, ya biz birinci tullayaq.
Musa dedi, xeyr, əvvəlcə siz atın yerə. Seyirbazlar əllərindəki yeri atan kimi onların sehri üzündən birdən Musaya elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib, ilan kimi qarnın üstündə sürünür. Görüncə cadükar olurlar. İndi elə maşinliklər azdır. İndi elə falçılar hardadır? O kafirlər. Atır ipi, ip ilan kimi sən görürsən, ilan sürünür, amma ilan deyil, ipdir o. Musa'nın canına qorxu düşdü. Nəyə görə Musa Aleyhisselamı? Ona görə ki, birdən cemaat inanar. Yəni o qorxu ki, cemaat sehirlə möcüzə arasında fərqi ayıra bilməsinlər. Biz ona belə buyurduq. Bax, burada gəl əsas məsələ. Qorxma, üstün gələcək mütləq sənsən. Sağ əlindəki əsanı yerə tulla. Onların düzüb qoşduqları bütün kəndirləri və dəyənəkləri bir anda uçsun. Onların düzəltdikləri seyirbaz hiləsindən başqa bir şey değildir. Seyirbaz isə hara gedirsə getsin, mətləbinə çatmaz. Möhtəşəm bir ayə. Hətta bu ayəni görmüşəm ki, neynirlər? Təkrar oxuyurlar. وَلَا يُفْلِحُ سَاحِرُ حَيْثُ أَتَى وَلَا يُفْلِحُ سَاحِرُ حَيْثُ أَتَى وَلَا يُفْلِحُ سَاحِرُ حَيْثُ أَتَى. Arada sizə də oxuyun. Zarafat eyləm. Bunlar möhtəşəmdir. Subhanallah. Əlavə elə İxlas, Fələq, Nas, Ayət Kursu, Fatihə, bir də əlavə elə bu ayələri daha güclü olsun. Baxın, nədir İbn-i Qeym Rahiməhullah? Deyir ki, bu bir, bu sehrə qarşı, bu bir. Bunu yadda saxladım. Davam gəlir. Deyir ki, İbn-i Qeym, mən deyir, öz müəllimim İbn Teymiyəni gördüm ki, işlər ona ağırlaşanda Ayət-ü Səkinə oxuyar. Səkinə ayələri, o ayədə ki, sükunə sözü gəlir. Nə deməkdir səkinə? Rahatlıq deməkdir. Subhanallah. Baxın, deyir, onun haqqında böyük bir hadisə eşitdim. O xəstələndiyi zaman öz gücündən aciz qalanda şeytani ruhlar mübarizə etdiyinə görə, çünki İbn Teymiyyə ən çox falçılarla mübahisəyə girib zamanında. O da ona təsiri göstərir əlbəttə ki. Düşün, elə bir hallar olub ki, gəlib burada xəlifə, sultan, önündə falçılar, ən məşhur cadukarlar, burada İbn Teymiyyə tək başına onlara qarşı mübarizə aparıb. Hətta deyir, bir dəfə deyir, düşünün, cadukarları gətirirlər, deməli insanların gözü qarşısında ateşe girirlər. İbn Teymiyyə bu tərəfdə, deyirlər, görürsən ateşe girdi. Sən də girə bilərsənmi? İbn Teymiyyə deyir ki, əgər deyir, orada başqa çıxış yolu olmasaydı, onları məğlub eləmək üçün Allaha dua edib girəcəkdim deyir. Amma sonra gördüm ki, onlar üzərlərinə nəsə sürtüblər. Nə sürtüblər? Qurbağa yağı. Qurbağanı öldürürlər, qurbağanın piyini sürtürlər, dərilərinə cadu edirlər, ateşi için gidirlər, yanmırlar. Cəmaatda deyir, görürsən, bu möcüzədir. İbn Teymiyyə deyir ki, aha, ateşe girirəm. Bir şərtlə, xəlifənin qabağında deyir, ateşe girirəm. Nədir? Birinci bunlar deyir, sirkə suyuyla yuyun. Yəni bunlar bir qüsul, sirkə suyuyla yuyun, sonra soxun ateşe. Xəlifə deyir ki, sirkə suyuyla yuyun sonra. Dedilər, yox. Onda məğlub oldular. Nəyə görə? İç yüzlər ortaya çıxdı ki, bu kəramət deyil, sehirdir. İbn Teymiyyə onlar neynədir? Məğlub elədi, subhanallah. Ona görə nə deyir? O xəstəliyin zaman öz gücündən aciz qaldıqda şeytani ruhlar mübarizə etdiyinə görə onlarda özündə zəiflik hallarının göründüyünü bildirmişdi. Misal üçün nə deyərdi? Mənim üçün iş çox çətinləşəndə qohumlarıma və ətrafdakılara, adamlara deyirdim ki, Əyət-ü Səkinə, Səkinə ayələrini oxuyun. Nədir bu? Oxudular və mənim üzərimdə olan şey məndən çəkildi. Subhanallah. İbn Qeym deyir ki, bu ayələri qəlbin qəlbin qarışıqlığı və narahatlığı zaman oxumuşam, onların qəlbimin aramlığı və sakitliyi üzərində çox böyük təsirə malik olduğunu görmüşəm. Nədir ayələr? İçində sükunə sözü gəlir. Bunları oxumaq olar, bəli. Nədir o? Birinci, Əl-Bəqərə surəsi. Hara getdi bu? Arada qaçır. Necə elə cinlər zat gəldi. Yox, cinlər gəlmədi, əlimdəydi, qorxmayın. Bərdən olur, axı o falçılar belə fil-filo eləyirlər. Nədir o? Əl-Bəqərə surəsi 248-ci ayə. وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَنْ يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِنْ رَبِّكُمْ. Bax, səkinə sözü. Peyğəmbərləri onlara dedi, yəni Bəni İsraildən. Onun padşahlığının nişanəsi odur ki, o sandıq sizə gələcək. O sandığın içində Rəbbinizdən bir sükunət, aramlı, rahatlıq vardır. Sükunə sözü olan ayədir. Əl-Bəqərə surəsi
248-ci ayə. Qeyd eləyin. Paylaşacağım. İkinci, Tövbə surəsi 26-cı ayə. Yəni bunu özünü oxuya bilərsən, başqası sənə oxuya bilər. Nədir o? ثُمَّ أَنْزَلَ اللّٰهُ سَك۪ينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ. Sonra Allah öz sükunətini, yəni rahatlığını Peyğəmbərini və möminlərin üzərinə endirdi. 3. Tövbə surəsi 40-cı ayə. Sənin qaynından Allah hidayət versin. Dərsi bitirək, sonra qaynlardan danışarıq, mafiyadan. İz yəqul li sahibihi la təhzən innallaha ma'ana fəənzəlallahu səkinətə aleyhi və əyyədəhu bicunudin ləm tərəvhə. Tövbə surəsi 40-cı ayə. O zaman Peyğəmbər öz dostuna deyirdi, qəm yemə, şübhəsiz ki Allah bizimlədir. Peyğəmbərimiz s.ə.v Məkkədə Mədinəyə hicrət edərkən kimi ilə bərabər idi? Əbu-Bəkir Siddiqlə bərabər idi. Sonra Allah öz sükunətini onun üzərinə indirdi və ona sizin görmədiyiniz ordularla dəstəklədi. Dördüncü nədir? Sonra gəlir Fəth surəsi 4-cü ayə. Huvəl-ləzî ənzələs-səkînətə fî qulûbil mu'minîn liyezdâdû îmânən mə'ə îmânihim və lillâhi cunûdus-semâvâti vel-ard və kânallâhu alîmən həkîmə. O möminlərin qəlblərinə sükunət, aramlıq, sabitlik endirəndir ki, ta ki imanlarına əlavə iman qatsınlar. Göylərin və yerin orduları Allaha məxsusdur. Allah hər şeyi bilən və hikmət sahibidir. Sonra gəlir Fəth surəsi 18-ci ayə. لَقَدْ رَضِيَ اللّٰهُ عَنِ الْمُؤْمِنِينَ اِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنْزَلَ السَّك۪ينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا. Allah o ağacın altında sənə beyət edən möminlərdən razı qaldı. Beyət Ridvan. 1400 tane sahabə Peyğəmbərimizə beyət etdi ağacın altında. Allah ona razı qaldı deyir. O onların qəlbinə olanı bildi və onların üzərində sükunət endirdi. Həmçinin onları yaxın bir fəthlə mükafatlandırdı. Subhanallah. Baxın, möhtəşəm bir ayə. Həmçinin Fəth surəsi 26-cı ayə. İz ca'alellezîne keferû fî qulûbihimul hamiyye hamiyyətel cahiliyye fəenzelallahu səkinətəhu alə rasulihi və aləl mu'minin. O zaman kafirlər öz qəlblərində cahiliyyət qürurunu və təəssübkeşini yerləşdirmişlər. Amma Allah öz sükunətini Peyğəmbərin və möminlərin üzərinə indirdi. Baxın nə gözəl. Ona görə nə deyir alimlərdən Salih ibn Ütheymin rahimehullah, xəstənin xəstəliyinə uyğun olaraq istədiyin ayəni oxuya bilərsən. Subhanallah. İstədiyin ayəni oxuya bilərsən. Misal üçün, xəstənin xəstəliyini və ya ağrısını yüngülləşdirmək üçün Ən'am surəsi 13-cü ayə وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ وَهُوَ السَّمِعُ الْعَلِيمُ oxuya bilərsən. Həmçinin Nəml surəsi 62-ci ayə oxuya bilərsən. أَمَّنْ يُجِيبُ الْمُضْطَرَ إِذَا دَعَهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ أَإِلَٰهٌ مَعَ اللّٰهِ قَلِيلًا مَا تَذَكَّرُونَ. Nə gözəl. Darda qalanın duasına cavab verən kimdir? Yer üzərində sizi bərqərar edən kimdir? Allahla bərabər ilah mı vardır? Nə az düşünürsünüz? Subhanallah. Səsim gəlmir yazıb bir dinləyicim. Sizin telefonunuzda problem ola bilər. Çünki dinləyicilərimizə problem yoxdur. Söndür, yandır məsələsi. Yəni və bu mənə uyğun olaraq, misal üçün, ayələr oxuya bilərsin. Misal üçün, Tövbə surəsi 14-cü ayə وَيَشْفِ صُدُورَ قَوْمٍ مُؤْمِنِينَ. Allah mömin bir qövmünün sinələrinə, qəlblərinə şəfa verər. Gözəl bir ayə. Həmçin Şuara surəsi 80-ci ayə وَإِذَا مَرِدْتُ فَهُوَ يَشْفِينَ. Mən xəstələndiyim zaman məni sağaldan odur. Nə gözəl ayə. Subhanallah. Və bu bir. İkinci. O dinləyicimizdə problem var. O Dədə Baba üslubu. Söndür, yandır. Kim deyir onu? Telefon düzəldən. Telefon xərabdır. Söndür, yandır, sonra baxarıq deyir. İkinci misal üçün. Suya oxumaq və həmin tətbiq qaydası. Suya oxumaq və tətbiq qaydası. Birinci nə idi? Dediyim ayələri oxumaq. İkinci nədir? Suya oxumaq və bunun tətbiq qaydası. Misal üçün, İmam Əhməd məşhur alimlərdən birisi, Bağdad alimlərdən birisi, yəni heç o ruqya oxumağa getmirdi. O qədər imanlı idi ki, subhanallah. Cinlər onlardan qorxurdu.
Adam gəlib deyir ki, filan kəs xəstədir, ey imam. Çox böyük alim, hədis alimi olub. Gəl ruqya oxu. Heç getmir ruqya oxumağa. Deyir, get o xəstələnə dinə ki, onun yanında dinə ki, ey cin, çıx onun bədənindən, yoxsa Əhməd ibn Həmbəldi gəlib oxuyacam, yanacaqsan. Cin qaçırdı. Hə, ilah ilallah. Hələ gəlməmişdən qaç, görə oxusa nə olardı? Belə də insanlar var, bəli, imanına görə. Oxumadan belə qaçır, onu görəndə belə qaçır. Biri ki, oxusa onu yandıracaq. Niyə? İmanı güclüdür, Allaha təvəkkülü güclüdür. Ruqya oxuyanın əsas, baxın, oxumaq deyil, Allaha bağlı imanı nə qədər güclüdürsə, nə qədər yəqinliklə buna inanırsa, Fatihə surası oxuyanda belə cadu dağılır. Fatihə surası başlayanda belə cinlər qaçır. La ilahe illallah. Bəli. Ona görə bu insanın, oxuyan insanın imanı güclü, Allah olan təvəkkülünə bağlıdır. İnsan var, salihlərdən birisi İxlas surəsində insanları nə edir? Müalicə edir. İxlas surəsini oxuyur, sağalır. Başqa birisi deyir ki, mən də oxuyacağam. Oxuyur, heç kimsə sağalmır. Nə deyir? Deməli deyir, məsələ tək İxlas surəsində deyil, oxuyandadır deyir, subhanallah. Onu oxuyan insan imanlı olmalıdır. Baxın, nə deyir? Salih, İmam Əhmədin oğlu Salih, mən xəstələnirdim, atam bir qab su götürər, bir fincan su götürər, onun üzərini oxuyar və mənə deyərdi, o sudan iç və onunla üzünü yu və əllərini yu. Çinmədən də olar, bəli. Yox, sən desən ki, Əhməd ibn Həmbəl çıxmaz. Nəyə görə? İmam Əhməd bir nəfər gəlib deyir ki, ruqya oxumaq lazımdır. Get deyir, cinədinə çıxsın deyir. Birdən inanmasa, ayaqqabısını verir. Bu tapışqanı deyir, göstərərsən deyir ona deyir. İmam Əhməd öləndən sonra yenə qayıdır həmən insanın bədənində cin. Deyirlər ki, indi İmam Əhməd çağıracaq. Deyir, İmam Əhməd dünyasını dəyişib. Kimi aldadırsınız? Maşinlik cin olur. Hər şeydən xəbəri var. Belə də hadisələr olur. Misal üçün nə inirsən? Suyun içərisində oxuyursan, bir stəkan və ya bir su, qrafinka deyək də, evdə bir qab. Oxudun ayələr, İxlas, Fələq, Nas, Ayət Kürsi, dediyimiz bu ayələri oxudun, o sudan deyir, iç. Üzünü yu, əlini yu. Misal üçün nə deyir? Abdullah ibn Əhməd, İmam Əhməd onu Abdullah deyir ki, atamı görmüşəm ki, suya ruqya edər, onun üzərini oxuyar, həmin sudan içər və ondan üzünə tökərdi. Üzünü yuyardı, özü-özünə eləyir. Bəli. Misal üçün nə deyir? Yusuf ibn Musa rivayət edir ki, Abdullah, yəni Əhməd ibn Həmbəl, yanında su qabı gətirirlərdi. Biz məsciddə olduğumuz halda o suyun üzərini oxuyar və ruqya edərdi. Balaca su qabı da kifayətdir. Baxın. İbn Qeym nə buyurur? Baxın. Deyir ki, mənə bəlk ağrılar gəlirdi. Öz zəmzəm suyunu oxumaq daha yaxşı. Əlbəttə ki, zəmzəm suyu varsa. Zəmzəm suyunu oxumaq daha yaxşı. Baxın, nə deyir İbn Qeym rahimehullah? Mənə bəlk ağrılar gəldi. Elə bil ki, hərəkət etməkdə çətinlik çəkirdim. Bu bəzən Məkkədə oldu, tavaf zamanı olurdu deyir. Və başqa vaxtlarda oldu. Mən dərhal nə edim? Fatihəni oxuyurdum. Və onunla ağrı və yerə məhz çəkirdim. Ağrıyan yerə əlini qoyur, oxuyur. Mən bunu bir neçə dəfə sınavdan keçirdim. Bir dəfə zəmzəm suyu götürdüm və Fatihəni dəhvələrlə üzərinə oxudum. Sonra ondan içdim. Ondan gördüyüm fayda və təsir indiyə qədər heç bir dərmanda görmədiyim qədər güclü idi. Subhanallah. La ilahe illallah. Baxın. Yəni ona görə nədir? Həmçin ruqya nədir? İman və yəqinin gücündən asılıdır. Misal üçün birisi, bu Azərbaycanda olmuş hadisədir. O insanoğlu bədəninə cin girir. Buna başlayıb Quran oxumağa. İndi hər adamda bədəndə cin girmir. Hər şeydən şübhələnmir. Olur insan bədəninə girir. Ruqya xanım onu neyini çıxarır? Təmizləyir. Oxuyar qədər neyini başlayır? İnsan özündən gedir, cin danışır. Deyir, oxuma, yanıram. Mən misal üçün şəxsən elə bir hadisə olub, iştirak eləmişəm və dinləmişəm. Oxuyur Fatihə surəsini, başlayır, oxuma, qışqırır, yanıram, oxuma deyir. Hətta birisi cindən söhbət edir. Niyə onun bədəninə girmirsən deyir. Sən kafirsən deyir, yox kafir deyirəm, mən müsəlmanam. Deyir, müsəlmana əziyyət verməz. Bilsən nə dedi orada cin içərisindən? Deyir, o cadükar var ya, o Sudanlı deyir özü, belə deyir. O it oğlu it deyir, belə danışır. O Sudanlı deyir, mən bunu bədəninə bağlayıb deyir, cadu eləyib deyir. Subhanallah. La ilahe illallah. Müsəlman çünki müsəlman neyiniyə əziyyət verməz. Belə olub ki, misal üçün ruqya oxuyub, cin var, İslamı qəbul edib. Deyib, Allahdan qorx, niyə bədəninə girmirsən? Birisi nə danışır cinlə, daxilində, deyir ki, Allahdan qorx, İslama gəl. Deyir, bütün kitabları oxumuşam, deyir, hələ deyir, qani olmamışam. Deyir, hansı kitabı oxumuşam? Deyir, İbn Teymiyyə, İbn Qeym kitablarını oxumuşam. Ateistdir də, yəni bu, bizdə olur ya ateistlər. Elə ateist, elə zırrama ateistdə cinlər də var. Cinlərin də kafirisi var, xavarici var, təkvirçisi var.
Ne işitçisi var, bu ideologiyada olanları var, sufisi var, tərikətçisi var, batil yolda olanı var, zinakarı var. İnsanlar kimi onlar? Onlar həyatı insanlar kimdir? Sadəcə gözə görsəmdə. Çünki Allah onları nedir? Ateşdən yaradır. Ona görə onlardan qorunmaq lazımdır. Bəziləri isə onu evinə daxil edir. Cadukarlar vasitəsilə evinə gətirir. Kimi falçıları. Gör onun evində nələr baş verəcək. Baxın, nə deyir İbn-i Qeym Rahiməhullah, İbn Teymiyyə? İnsan deyir, cindən daha ağıllıdır. Adildir, zalimdir. Amma cinlər zalimdir, deyir kafirlər. Zalimdir, deyir. İnsana əziyyət vermək istəyərlər. Sən isə falçılar vasitəsilə, cadikar vasitəsilə gelirsən onların yanına, onu evinə gətirirsən. Gör sənin başına nə oyun açacaqlar. O falçıların yanına gedən aqibəti budur. Bu barədə danışmışdım. Subhan. Ona görə nədir? Ruqiyyə bax belədir. La ilahe illallah. Ruqiyyə yəni həqiqətən də əlbəttə cinlərin varlığı. Allah Quran-ı Kərimdə buyurur. Cin surəsini oxuyun. Bir cin surəsini oxuyun. Orada iman gətirmədən danışır. Onlardan necə iman gətirdilər. Peyğəmbərimiz s.ə.və Quran oxuyan iman gətirdilər. Ondan sonra Peyğəmbərlə gəlib görüşürlər. Bizə halal hansıdır, haram hansıdır deyə yalan Rasul bizə buyur. Çünki altı nə buyurur Peyğəmbərim üçün? İnsanlara və Sakaleyn, cinlərə sənə Peyğəmbər göndərdim deyir. Peyğəmbərimiz s.ə.v insanlara deyil, cinlərə də Peyğəmbər göndərilir. Və çünki sonuncu Peyğəmbərdir sallallahu aleyhi və səlləm. Xavas elmi deyə bir şey yoxdur, o sufilərin uydurmasıdır. Onların da sapıq batil əqidədə olanları var. Hə, nəyi deyirəm? Birisini aparıblar Quran oxumağa, əqidəsi batil birisi olub, hansı bir təriqətçi olub. Quran da oxuya bilmir. Bu adamda da cin var. Başlayıb oxumağa, cin içərdən gülüb. Deyir, Allah elə Quran oxuma öyrənməyib. Gedin onu deyir ki, Quran oxusun. Quran oxuma öyrənsin. Yəni yarım yamalaq oxuyurmuş. Deyir ki, onu deyir ki, bir Quran oxuma öyrənsin. Başlayıb gülməyə. La ilahe illallah. Başqaları da var. Danışmıram, tərifləmək kimi çıxar, əstağfurullah. Sonra, baxın, əgər suya oxuyarsa, baxın, suya oxuyursan, üfürmə çox az olsun. Tüpürcək olmasın. Yəni, deyək ki, oxuyursan suya. Bəzə götür, neyini belə oxuyur? Getdi tam tüpürcək. Bir deyən, nə olub? Misal oxuyursan, Qul ə'udhu bi rabbin nəs. Bax, belə. Üfürmək kifayətdir. Qul ə'udhu bi rabbil fələq. Daha tüfü yoxdur, ha? Üfürmək belə olmalıdır. Yəni, o suyun içərisində oxuyanda. Çünki tüpürcək suyun xüsusiyyətini bir müddət sonra dəyişə bilər və içənə zərər verə bilər. İkinci, ruqiyyə edən şəxs misvakdan istifadə. Misvak nədir? Dişi təmizlikləri Peyğəmbərin sünnəsində gəlir misvak. Və yaxud da diş fırçası. İstifadə etsin. Ağız təmizə diqqət eləsin. Əgər xəstənin müəyyən ağız xəstəlikləri varsa, insanlar üzərində oxumağı tərk etməz daha yaxşı. Yəni, ruqiyyə oxuyan özü xəstədirsə, tərk etsin və ya maskadan istifadə eləsin. Yəni, ruqiyyanın suyu oxumaq və ya zeytun yağına oxumaq daha münasibdir. Suyu oxuyursan və ya zeytun yağını oxuyursan, o zeytun yağını içirsən səhər axşam ac qarnına. Yedirilmiş caduya qarşı çox önəmlidir. Və yaxud da ki, qara zirə yağı dilləri həbbətü səvda. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, o gələcək dərslərimizdə ondan müalicə olunmağın növləri, ölümdən başqa hər şey üçün nədir? Şəfadır deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Bax, onu nə indirsən, onun yağını alırsan, yağına ağzı yaxınlaşdırıb oxuyursan, özünü içəcəksən. İxlas, fələk, nas, onu içirsən. Misal üçün, hicamat, qan aldırmaq, hicam deyirlər. Hicam özü, insan var ki, hicamla xərçən xəstənin şəfa tapıb. İnsan var ki, göz dəymə caduya qarşı çox önəmlidir. İnsandan cadu gedir. Əlhəmdülillah, dünən də mən hicam elətdirdim bir dostumla. İnanırsan, bəlkə bir ildir belə rahat yatmamışdım. Deməli, qan yığılıb. Hicam harada elirlər? Beldən elirlər, əlhəmdülillah. Elətdirdim hicam. Hələ də özümə gəlməmişəm, yaxşı mənada. Elə bir rahatlıq var. Çünki baxın, hicam çoxları elətdirmir. Mənim bir tanıdığım hicam elətdirən bir dindar dostumuz, qardaşımız var. İnanırsınız nə deyir? İnanırsınız nə deyir? Qeyri-müsəlmanlar gəlirlər, deyir. Baxın, Azərbaycanda yaşayan qeyri-müsəlmanlar gəlirlər, deyir. Gələ hicam elətdirmir. Deyir ki, burada deyir, bizim ölkəmizdə deyir, Avropada yoxdur bu deyir. Sizdə var bu. Niyə bunu insanı elətdirmirlər? Avropada tapa bilmirlər. Tapsalar belə çox bahadır. Bizdə ucuzdur. Həkimə gedəndə dünyanın pulunu verirsiniz. Elə əvvəlcə hicam elətdirin də. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, baxın, hicamı qadınlara edən qadın var. Bəli, hicamı qadınlar elətdirir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, Meyrajda, hansı qora namaz buyurulmuşdu. Harada deyir, mələk gördümsə, mələklər toplumu gördümsə, dedi ki, ey Məhəmməd, ümmətinə buyur, hicam etdirsinlər. Çünki hicamat
Baxın, ölümdən başqa, qocaldan başqa hər şey üçün şəfadır. Gələcək inşallah gələcək dərslərdə. Hicam sehirdən qorunmaq üçün, göz dəymədən qorunmaq üçün möhtəşəm bir nədir? Hətta böyük xəstəliklərdən qorunmaq üçün. Avropanın özündə eləyirlər. Artıq çox yerlərdə. Subhanallah. Bir nəfər var, Avropada yaşayır. Mənə dünən danışdılar. Söhbət olub danışım sizə. Burada gələndə uşağı hicam elətdirib, babası ağız burun əyib. Bu nə deməkdir? Belə bir şey varmı? Kəsmək, məsmək. Sonra Avropada yaşadığı ölkələrdə bir yerə aparıblar uşağı xəstəxanaya. Özə xəstəxananın, klinikanın böyüyü də elə İsveç. Uşaq yoxun deyir ki, bunu kim edib? Deyir, nə yaxşı bunu elətdirmişsizdir. Bizdə bunu tapmırıq elətdirməyə. Adam deyir ki, atam baxdı belə deyir, oyan baxdı belə, üzünü turşutdu. Avropalı deyəndən sonra, gərək John desin də, yəni. John deyəndə yaxşı olur. Bizim Peyğəmbərimiz deyəndə belə baxırlar, amma John desə ki, yaxşıdır. John, James, nə bilim, Michael deyəndə yaxşıdır, dərhal deyirlər, yaxşıdır. Peyğəmbərimiz deyir, İslam alimləri deyir, ağız burun əyirlər. Amma John, Michael deyən kimi əladır. Gərək bizim Peyğəmbərin dediyini John Michael'a dizdirək. Subhanallah. Həmçinin Quran ayələrini, yəni bu suya oxumaq. Bu bir. Quranda suya üfürmə deyə ayə var. Quranda yox, Peyğəmbərimiz s.ə.v-dən gəlib. Quranda hər xırdalıq olur bəyəm. Quranda yazılıb cümə namazı saat neçədədir, cümə namazı neçə rükətdir. Quranda yazılıb fərz namazlar neçə rükətdir, hansı vaxtlarda qılınır. Quranda yazılıb həccin qaydaları. Subhanallah. Quranda hökmlər qısa gəlir. Harada yazılıb Quran-Kərimdə cümə namazı altı buyurur ki, cüməyə tələsin. Harada yazılıb cümə namazı neçə rükətdir? Niyə 2 rükət qılırlar cümə namazını? 4 rükət qılırlar. Quranda yazılmayıb ki, cümə namazı 2 rükətdir deyə. Niyə cümə namazı müsəlmanlar 1446 ildir, 47 ildir, 48 ildir cümə namazı 2 rükət qılırlar? Elə qılsınlar da, 4 rükət qılsınlar da, niyə 2 rükət qılırlar? Subhanallah. Hədis inkarçıları xəstədir. Deyir, Quranda var. Quranda yoxsa, yaxşı, Quranda elə açıqlaması Peyğəmbərimiz s.ə.v-dən gəlir. Altına buyurur. Altına nə deyir Quran-Kərimdə? Atiyullah və atiyu rasulə və ulul əmri minkum. Allah və Rasuluna itaət edin. فَاِنْ تَنَزَعْتُمْ فِي şeyin. Nisa surəsi. فَرُدُّ ilə Allah və Rasul. Əgər bir şey haqqında ixtilaf etdiyiniz zaman Allah və Rasuluna qayıdın. Allah'a qayıtdı Quran-Kərim. Tapmadıq. Qayıdacaq Rasulullah. Rasulullahın qəbrinə gəlib deyəcək ki, Allah Rasulü bu məsələdə nə düşünürsən? Yoxsa nəyə baxırıq? Peyğəmbərimiz s.ə.v sünnəsi. Peyğəmbərimiz s.ə.v-in hədisləri, səhih hədisləri. Quranda yazıb cümə namazı 2 rükətdir. Cümə namazı niyə gün orta qılınır? Cümə namazını qılsınlar elə əsr vaxtında qılsınlar, məğribdə qılsınlar da. Sapıqlar, hədissiz mümkün deyil. Nəsə, mövzudan kənara çıxmayaq. Sonra gəlir nə? Yəni, ən yaxşı nədir? Suya oxumaq. Baxın, ən yaxşı nədir? Suya oxumaq. Yəni, başqaları da var, indi bilmirəm, bunu etməzlər. Misal üçün, buna belə bir imkan da yoxdur bu dəqiqə eləməyə. Misal üçün, indi onun üçün çernel düzəldilər zəfərandan. Zəfəran. O zəfəranı yazırlar kağıza. Kağızı salırlar suyun içərisinə. Orada ayələri yazırlar. Ayə nədir? Orada nə olur? Əriyir suyun içərisində. İndi bu yoxdur. Ondan sonra elə suya oxuyun. Ən yaxşı nədir? Suya oxumaq. Onun da birisi nədir? Suya oxumaq. Misal üçün, necə oxumaq? Danışmışdıq ona, misal üçün, həmişə qeyd etmişdik. Sidr tozu məsələsi. Subhanallah. Yəni, sidr tozu məsələsində danışmışdıq. Bəli, sidr tozu məsələsində Peyğəmbərimiz s.ə.v nədir? Sahabələrindən gəlib. Baxın. Nədir? Sidr tozu. Sidr tozu, sidr sözü, ona nə deyirlər? Lotus dillər deyəsən, bilmirəm. Sidr tozu. Yarpaqların suya qarışdırılması və onunla ruqya oxunması. Yarpaq, yəni onun yarpağını indi o vaxt əzirdə, indi hazır onun nədir? Tozu satılır. Misal üçün, bir Arabika dükkanında var. Çünki ora Quran oxunanda həmən qatılmış suya sidr tozu qatılır, Quran ayələri oxunur. Ondan nə olur? Cin şeytanı ən zəhrə getdiyi şeydir, qaçır, dözə bilmir. Misal üçün, İbn-i Battan edir, rahiməhullah, baxın. Vəhb ibn Münebbih öz deyir, əsərlərini belə yazmışdır. 7 ədəd yaş, indi o vaxtı yaş götürdülər, onu əzirdilər. İndi artıq ehtiyac yoxdur, hazır tozu var, üyüdülmüş.
əzilir, sonra suya qatılır. Bir Arabika dükkanı İlahiyyat Məscidinin yanında var. Sonra Qaraçuxurda var. Cümə Məscidinin, Qaraçuxur Məscidinin yanında. Apteklərdə satırlar, eşitmişəm. Yəni dini dükkanlara satırlar. Dini dükkanlarda. Sonra hemen suya, bakın suya katıldı. Bir kaşık. 7 yarpaq değil, yani bir kaşık. Bir çay kaşığı ucunda. Qattın suya. Ayetül Kürsi oxunur. İxlas, Fələk, Nas surələri oxunur. Sonra isə, yəni hərəsini 3 dəfə oxumaq kifayətdir. Əlavə ilə oxumaq istəsən oxuya bilərsən. Dediyim Arab surəsi oxudum ayələri. O nədir? Sonra insanın başından 3 dəfə tökürlər. Bu ən çox nəyə faydalıdır deyir? Baxın, ruqiyyə edilən şəxs. Əgər o insanda deyir, bağlılıq varsa, yəni misal cadu edirlər, arvad bir-birinə yaxınlaşa bilmir. Misal insan var, mən tanıyıram, şəxsən mənə zəng eləyib, evləniblər, ildən keçib arvad bir-birinə münasibət yoxdur. Nifrət edirlər bir-birinə. Yaxınlaşa bilmirlər bir-birinə, subhanallah. Bu cadu vasitəsində olur. Yaxşı, əgər bu, bəziləri inanmır buna. İnanmırsa yaxşı, o zaman müalicə eləyin. Tibbi cəhətdən heç bir problem yox. Getmişik yoxlanmağa. Bütün müayinələrdən keçmişik. Heç bir problem yoxdur. Psixoloqun da yanına gediblər. Psixoloq nəsiyyətlər veriblər. Yenə də yaxınlığı yoxdur. Yəni, tibbi cəhətdən hər şeyə sarılmışıq. Amma onun müalicəsi dinimizdə. Cadu ilə bunu edirlər. Arvad evləniblər. Yaxınlıq elə bilmirlər. İlk gecədə birinə yaxınlıq elə bilməyənlər var. Şəxsən mənə zəng eləyib insan. Belə olur, gizlədənlər var. 5 ildir bir-birinə yaxınlaşa bilmirlər. 5 ildir. Evləniblər. Bir-birini sevib evləniblər. Və yaxud da ki, sevib evləniblər. Evlilikdən keçib 1 il, 2 il, 3 il, 5 il həyat yoldaşına nifrət eləyir. Qadın kişiyə nifrət eləyən var. Məsələn, mənə yazmış bu yaxınlarda. Ərimə nifrətdən boşanmaq istəyirəm. Və ya qadın kişi evdən çıxıb gedib. Deyir, həyat yoldaşımı görmək istəmirəm, deyir. Elbi ki, onu görəndə ilan görürəm, deyir. Dedim, ilan özünsən. Sənə cadu ediblər. Yoldaşın ilan zat deyil. Sadəcə sənin gözü belə görsən. Ona görə bu faydalıdır, deyir. Bax, alimlər deyir. Nədir? Sidir tozu qatılır suya. İxlas, Fələk, Nas, Ayət Kürsi, Fatihə. Bunları oxumaq kifayətdir. Əlavə də nədir? Oxuya bilərsin. Və ya sehir və ya göz dəyməsi səbəbi olduqda da bu ruqyanın təsir olduğu deyilmişdir. Bu iş Allahın izni ilə həmin zərəri aradan qaldırır. Səhih Buxarın şərxi İbn Battal 9-cu cild 446-cı səhifə. Yəni özümdən uydurmuram yəni. Ona görə nədir? Yəni kişi öz ailəsinə yaxınlaşa bilmir. Ya çətinlik çəkir, ya da tamamilə bacarmır. Bu sehirdən və ya güclü göz dəyməsinə ola bilər. Yəni kimsə deyə bilər ki, var mı? Var. Şəxsən mənə dəfələrlə nədir? Zəng eləyiblər. Bax, birisini elə cadu eləyiblər. Evdən çıxan kimi, yəni gedib başqa qadınlara zina eləmək istəyir. Hər şey normal. Həyat yoldaşına gələndə bütün hisslər ölür. Subhanallah. Tibbi cəhətdən yoxlanılır, heç bir problem yoxdur. Psixoloqa qeyblər, gedin, bəli, psixoloqa getmək olmaz. Olar. Dinimiz deyil ki, psixoloqa getməyin. Eləsi var, psixoloji durum ola bilər. Dinimiz elmi inkar etmir ki. Amma bayıra çıxır, zina eləmək istəyir. Yəni, hissləri həddən artıq. Mənlə danışıb. Evə gəlib, bütün hissləri ölür həyat yoldaşına qarşı. Bunun yolu nədir? Ancaq təmizləmək onu. Subhanallah. La ilahe illallah. Ona görə də, yəni o vaxt onu əzərdilər, qatardılar, amma indi hazır nədir? Var. Hazırdır, yəni, misal üçün. Baxın, deyir ki, maraqlı bir fayda. Baxın, hətta ruqya, heyvanları belə ruqya eləmək olar. İnsan öz heyvanını, heyvanı saxlayan insanlara aiddir. Heyvana göz dəyir, dəyir. Vallahi bəzi gözlər var ki, heyvanı da yıxır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm göz deyir, dəvəni deyir, qazana salar, insanı da qəbrə salar deyir. Və göz dəymədən ölənlər çoxalacaqdır ümmətimdən. Niyə? Qorunmurlar özlərini. Amma sən özünü qorusan, biz deyə bilər, göz deyilən insan ölə bilərmi? Bəli. Ölüm səbəbdir. Biri yıxılıb ölür, biri nə bilim başına daş düşür ölür, biri boğulub ölür, biri xəstə ölür. Elə göz dəymə də bu səbəbdir də ölməyə. Göz dəymə deyil, gələcək inşallah, gələcək söhbətlərimizdə. Davam edəcəyik sizlə. Cinləri qovmalıyıq inşallah. Qalib gələcək cinlər üzərində Allahın izni ilə.
Yəni düşünün, dəvəni qazana salardı, insanı qəbrə salardı. Və ümmətimin də ölənlərin çoxu sayıdır. Nədən olacaq? Gözdəymədən. Nəyə görə? Çünki görür bir insanın üzərində gözəl paltar, mini, demir Allah sənə bərəkət versin. Deyir Allah sənə bərəkət versin, Allah bərəkətli eləsin. Məşallah, demir. Subhanallah. İnsan gözdən elə yıxırlar ki insanı, elə də insanlar onun gözündə var yəni bu şey. Nəfsdən irəli gəlir. Nəfsin pisliyindən irəli gəlir. Subhanallah. Həqiqətən elədir. Var belə insanlar. Mən şəxsən görmüşəm, məsələn, hətta Sovet dönəmində bizim kəndimizdə də var idi. İnsanlar var idi ki, onu görəndə qorxurdular. Amma bilmirdilər necə qorunmaq lazım. Qorxmaq lazım deyil. Sən əgər səhər axşam zikirlər edirsənsə, çoxunu zikr edirsənsə, gözü ilə baxmasın və nə bilim dombalaq açıb gözü ilə baxsın. Sənə zərər verə bilməyəcək. Çünki nəyə görə? Səhər axşam zikrinə özünü qoruyursan. Elə İxlas, Fələq, Nas, elə bunun üçündür də. Fatihə surəsi bunun üçündür. Ayət kursi bunun üçündür. Subhanallah. Həqiqətən insanlar var, elə göz var. Nə bilim, nə deyim sənə. Bəzən insanın öz gözü özünə deyə bilər. Gözəl paltar giyimsən, dinə maşallah, təbərəkallah. İnsan özünə gözdəyir, taraf yıxılır. Sahabilər vaxtında olmuşdu. Elə Hüdeybiyyə sülhündə, subhanallah. Sahabədən birisi paltarını çıxardanda hamısı kişilər yuyunurlar. Dərisi ağ olur. Ərəblərə əsmər olur axı. Deyildi ki, gördü ki, nə gözəl dəri var. Elə yıxıldı oradaca quyun içərisində deyir. Peyğəmbərimizə gəlib deyir ki, sizdən biriniz niyə qardaşını öldürür? Ona deyir, bərəkət oxusun deyir. Subhanallah. Bərəkət oxusun deyir. Ona görə də, yəni, bu məsələlərə də əlbəttə ki, nədir? Toxunacaq. Baxın, nə deyir Suheyb ibn Nufəl? Biz Abdullah ibn Məsudun yanındaydık. Quran oxuyurduq. Bu zaman ərəblərdən bir qadın bizim içərimizdə olanların birine yanım gəldi dedi. Yəni qadın gəlib o ərinin yanına gəlib dedi ki, filan kəs sənin at balanıdır, atın balası olub gözəl, gözü ilə vurdu. Atıdır, gözü ilə vurdu. O da başı gicəllənərək öz ətrafında fırlanmağa başlayıb. Yəni heyvanı görünə günə salıblar. Nə ilə. Qadın dedi, yemir, içmir, heyvan bayıra da çıxmır. Subhanallah. Ona bir rukiyə edən, şəfa duası oxuyan var mı? Abdullah Məsud orada eşidir, böyük sahabə. Ona dedi ki, heç bir rukiyə edənə ehtiyac yoxdur. Lakin sən özün bunu elə. Onun sağ burun dəliyinə 4 dəfə, sol burun dəliyinə 3 dəfə bunu oxu. Oxu üfür. Lə bəs, əzhibil bəs, Rabbən nəs, vəşfi, əntə şəfi, lə yəkşifu durra illə ənt. Heç bir problem yoxdur. Ey insanların Rəbbi, bu əziyyət uzaqlaşır və şəfa ver. Şəfa verən yalnız sənsən, zərəri səndən başqa heç kim aradan qaldıra bilməz. La ilahe illallah. Oxudu deyir, düzəldi deyir. Həmən kişi getdi deyir, qadından deyir. Hələ biz oradan ayrılmamışıq, geri qayıtdı. Dedi, sənin dediyin kimi etdim, heyvan yeməyə, içməyə bayra çıxmağa başladı deyir. İbn Abdülbər Əl-İstiskar kitabı 8-ci cild 402-ci səhifə. Subhanallah. Baxın. Baxın nə deyir Hanzəl ibn Hüzeym rahimehullah. Babam Hüzeym ilə birlikdə Rasulullah s.ə.v yanına getmişdi. Babam dedi, ya Rasulullah, mənim bir neçə oğlum var. Bəziləri nitqində qüsurludur. Bəziləri deyil. Bu isə onların ən balacasıdır. Rasulullah s.ə.v məni özünə yaxınlaşdırdı və başımı sığalladı və dedi, Allah sənə bərəkət versin. Subhanallah, baxın. Uşaqları görəndə, deyək ki, misal üçün, bir gözəl, kiminsə uşağı görürsün, gözəl uşaqdır, qohumdur, əlini başına qoyun, Allah sənə bərəkət versin. Həmişə olur, dərsə gelsən, filan görürsən, o qardaşlar, dostlar, uşaqlarıyla gəlirlər. Həmişə dua edirəm, əlini başına, Allah sənə bərəkət versin. Nəyə görə? İstər-istəmə sənə göz dəyə bilər. Həmçin dua edirsən, Peyğəmbərimiz bax, belə edərdi uşaqlara. İndi dua edənlər azalıb. Uşağı görür, deyir ki, nə gözəldir sənin oğlun, gözün çıxsın səni. Deyək ki, Allah, deyək gözəldir deyə. Nə Allah bərəkət versin. Allah bərəkət eləsin. Nə deyir, Allah sənə bərəkət versin. Nə gözəl dua elədi deyir. Baxın, nə deyir ravi. Hanzalanın yanı, həmişə deyir, Hanzala böyüdü. Yanına üzü şişmiş bir insan gətirirdilər deyir və yaxud da heyvan gətirirdilər. Heyvan süd verəcək heyvan yeri şişib. Hanzala nə deyərdi deyir? Hər zaman deyir, Bismillah dua edərdi. Resulullah'ın əlinin dəydiyi yerin adı ilə Resulullah s.ə.v
əl çəkmişdi onun bədənindən, subhanallah. Bu Rəsulullaha aiddir. Rəsulullahın əl dəydiyi yerin adı ilə Bismillah deyər, sonra şiş deyir, çəkilərdir, deyir, subhanallah. Ona görə də uşaqlara dua eləmək lazımdır. Uşaqların, Peyğəmbərimiz sallallahu bir gün evə gəlir, görür ki, qonşuda uşaqlar ağlayır. Nə dedi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Dedi ki, niyə dedi ruqya eləmirsiniz? Ruqya nə idi? İxlas, Fələq, Nas, Ayətil Kursi, La ilahe illallah. Baxın. Niyə ruqya eləmirsiniz? Deyir. Uşaqlara qarşı nədir? Ruqya eləmək lazımdır. Evində balaca uşağın əlini başına qoy, İxlas, Fələq, Nas, Ayətül Kursi, ruqya ayələri paylaşmışam. Bismillah urqiq, misal üçün Cəbrail İslam oxuduğu Rabbin nəs, ey insanlar Rabbi, əzhibil bəs, bu zərər aradan qaldır, vaşfə əntə şəfi, şəfa ver, səndən başqa şəfa verən yoxdur, şəfa ən lə yuğadiru səqamə, elə bir şəfa ki, ondan bir xəstəlikdən əsər əlamət qalmasın. Yəni, bu duaları toplasan 4-5 dənə duadır. Əudu bi kəlmətilləhi təmmət min şərri mə qalaq, bismillahilləzi lə yadurru, mə'ismin şeyun fil ardı və lə fissəmə. Toplasan 5-6 duanı keçmir. Oxumadığınız roman qalmayıb. Futbolçunun adını bilirsin, əzbər bilirsin. Futbolçunun adı, familiyası, futbolçunun yeməyini izləyənlər var, yatmağını izləyənlər var. Nəli bu Hollywood, Bollywoodun bütün hər şeyini bilənlər var. O belə elədi, yeməyi belə elədi. Bu boyda şeylər bilirsin. 4-5 dənə surəni əzbərləyə bilməyəcəksiniz. 4-5 dənə duanı əzbərləyə bilməyəcəksiniz. Subhanallah. Sonra deyir ki, niyə belə baş verdi? Özün oxumayı öyrən. O qədər şeylər oxuyursunuz ki, mənalı və ya mənasız. Tarixini bilirsiniz, misal üçün bu Hollywood, Bollywood ulduzlarının, mənasız insanların. Bəziləri dəstəmaz nədir bilmirlər. Çıxır bir dənə belə şəkil çəkdirir, milyon dənə like gəlir. Onların adının nəslini bilirsiniz. 4-5 dənə ayəni öz belə bilməyəcəksiniz. Paylaşmışam bu indiyə kimi oxuduqlarım 2 gün paylaşmışım ruqyalar. Hamısının içərisində var olar. Hələ yenə paylaşacağım. Sabah da bunun bugünkü dərsimi paylaşacağım inşallah. Yəni bunları özünüz öyrənin də ey analar. Niyə öyrənmirsiniz? Hələ mahnıları demirəm, yəni. Xit, mit, nə bilim nə, pop, mob. Bütün mahnıların bilirsiniz, əzbər bilirsiniz, tarixini bilirsiniz. 3-4 dənə suranı əylənə bilməyəcəksiniz. Pirə inanma, pirə inansın. Pirdə yatan insan, Allah salih insan, Allah ona razı olsun. Amma qeyb onun qəbrini ziyarət eləmək, ondan kömək istəmək olmaz. Sonra nə deyirdim? Harada qaldı? Söhbət kəsildi. Misal üçün, uşaqları sahabələr nə inəyədilər? Gözəl uşaq olanda bir yerə çıxarına üzərinə kömür sürtərdilər. Göz dəyməsin deyə. İndi kömür sürtməyin, yazıq uşaqların profildə paylaşmayın. Uşaq hələ tezə çıxıb xəstəxanadan şarak bir dənə şəkil belə. Uşağı olmayan var, göz deyən var. Yazıq uşaq tezə çıxıb xəstəxanadan. Qoyun bu yaşasın da. Qoymurlar uşaqlar yaşasın. İndi bu paylaşacaq deyə uşağı göz dəymə olur, xəstələnir, əziyyət çəkir. Nədir? Bu bir dənə selfie paylaşsın. Bu uşaq yazıq deyil bu uşaqlar. Yazığınız gəlmir bu balalara. Uşağın da hər gün şəklini paylaşanlar var. Uşaqla belə, orada belə. Tezə doğulub uşaq. Tezə doğulub. Götürüb anasının qucağına verirlər, şak bir dənə profilə. Göz var, nəfis var. Niyə paylaşsın? Qoymursun bu uşaqlar yazırlar, bir rahat yaşasın. Sonra da uşaq deyir, səhərə qədər yatmır. Yatmayacaq da, göz dəymə var, paxıl insan var, həsəd edən insan var. Sahabələr kömür sürtüdülər. Demirəm, kömür sürtün. Paylaşmayın, kifayətdir. Allah sonumuzu gözəl eyləsin. Allah bizləri, ailəmizi qorusun. Tamam, Allah razı olsun. Allah hamımızdan razı olsun. Allah bu gözəl vətənimizi qorusun. Əmin-amanımız daimi olsun. Uca Allah təala kimin nə istəyarsa varsa istəyini arzusuna çatdırsın. Allah təala xəstələrimizə şəfa versin. Allah təala övladlarımızı salih qullarına eyləsin. Övladı olmayanlara salih övladlar nəsib eyləsin. Allah təala ruzumuzu bol eyləsin. Kimin iş problemi varsa Allah ona iş nəsib eyləsin. Ev olmayanlara Allah təala ev nəsib eyləsin. Allah təala borcu olanlara borcu ödəməyə yardım eyləsin. Allah təala bu gözəl vətənimizi qorusun. Əmin-amanımız daimi olsun. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. O qədər yüksək dalğalansın ki, düşmənlərin gözünü çıxarsın. Düşmənlərimiz həsədindən, paxıllıqlarından bağırları çatlasın. Allah təala bu gözəl vətənimizi qorusun. Düşmənlərimizi məhv eyləsin. Kim ölkəmizə qarşı düşmənçi eləyirsə, Allah onu
öz hilələrini həlak eləsin. Allah da öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz və havadarları üzərində bizə göstərsin. Allah da əskərlərimizi qorusun, sağ-salamat ailələrini qovuştursun. Şəhidlərimizə Allah da qəni-qəni rəhmət eyləsin. Allah da dərgahında ən yüksək məqamı nəsib eyləsin. Allah da bizlərə də şəhidlik məqamını nəsib eyləsin. Allah da ölkə rəhbərimizi qorusun, işlərini müvəffəq eyləsin, uzun ömürlər bəxş eyləsin. Allah da fitnə fəsadları bu gözəl vətənimizdən uzaq eyləsin. Kim ölkəmizə qarşı fitnə fəsad qurursa, Allah onların fitnəsini, fəsadını məhv eyləsin. Ölkəmizin birliyinə, bərabərliyinə uzanan əllər qırılsın. Allah düşmənlərin havadarlarını məhv eyləsin. Onları heç zaman arzularını çatdırmasın. Amin.